Və təbii ki, peyğəmbərlərdən həmişə misal gətirəndə, o peyğəmbərlər ki, nə qədər peyğəmbərlər olub, nə möcüzələr olub, hamısı bizim peyğəmbərdə sallallahu aleyhi ve sellemdə cəm olub. Bizim peyğəmbər də sallallahu aleyhi ve sellem həyatında belə hadisələr olub. İmanın gücü görsənib. Onlardan da biri Cabir radiyallahu anhu, Cabir ibn Abdullah radiyallahu anhu deyir ki, döyüşdən qayıdırdıq. Bir ağaclı olan bir yerə çatanda orada dayandıq. Təbii ki, qoşundur, yorulub hamı, döyüşdən gəlir. Və hamı belə qərara gəldi ki, dincəlsinlər. Və Peyğəmbər sallallahu aleyhi ve sellem də bir ağacın kölgəsi altında uzandı. Hamı yatıb. Təbii ki, döyüşçülər də yatıblar, yorulublar. Və bu vaxt müşriklərdən biri görəndə bu hadisəni, bu mənzərəni gəldi Peyğəmbər sallallahu aleyhi ve sellemin qılıncını götürdü və o yatdı. O yadanda Peyğəmbər sallallahu aleyhi ve sellem o yanında gördü ki, müşrikdir, kafir, qılınc da əlində. Və müşrik dedi ki, ona, səni indi kim qutara bilər mənə əlimdən? Və Peyğəmbər sallallahu aleyhi ve sellem qorxmadı, demədi ki, öldürmə məni və s. Dedi ki, rahat da arxayındır. Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, Allah. 3 dəfə. Dedi, Allah, Allah, Allah. Yəni, kafirin əlindən, müşrikin əlindən qılınc düşdü. Elə bir ki, o sirkələndi belə, o titrədi o Allah kəlməsindən, kafirin əlindən taqəti, o hətta qılıncı saxlamaya gücü çatmadı. Düşdü əlindən. Və Peyğəmbər sallallahu aleyhi ve sellem qılıncı götürdü. Bu 2 nəfərin arasında hamı yatıb, sahabələr. Peyğəmbər sallallahu aleyhi ve sellem qılıncı götürdü, qoydu onun boynuna, dedi, indi bəs səni kim kömək eləyəcək? Müşrikin heç nə yoxdur. Obyektlər, hamısı, onlar oradadır, onlar gələ bilmir. Aydınlı pirlər və s. Bütlər, heç nə yoxdur. Mənasız, bomboş şey. Nə sərf eləyiblər, hamısı mənasız, faydasız. Həm bu dünyada mı, ahirətdə? Ahirətdə isə o pirlər onlara düşman olacaq. Deyəcək, biz sizi demişdik, məyər, gəlin bizi ziyarət edin. Bunlar bizlik deyil. Hamısı imtina edəcək onlardan. Kimlər ki, onlara bəxşiş verib, kimlər onlar üçün ət göndərirdi ora. Onlar deyəcək, bizlik deyil, biz sizi çağırmışdıq mı ya? Qiyamət kimi onlar özləri düşman olacaq onlara. Kimlər onları ziyarət edib. Bu da şirkin aqibəti, nəticəsi.